Salam əziz şagirdlər. Bugün keçirilən reform sınaq imtahanının suallarına izahını verirəm. İlk suala diqqət edirək. Belə bir sual verilib ki, verilənlərdən hansı həm eksotermik, həm də fiziki hadisədir? Ümumiyyətlə biz belə dedik ki, əgər məsələn fiziki hadisə olaraq götürürüksə, sublimasiya, ərimə, kondensasiya, buxarlanma, əgər molekulların qismən parçalanması baş verirsə, bütün parçalanma reaksiyaları, yəni əksəriyyəti endotermik olduğu üçün proses endotermik, eksotermik oldu. Məsələn, molekulların birləşməsi baş verdiyinə görə, birləşmə reaksiyaları eksotermik olduğuna görə eksotermik götürürük. Deməli, A variantına diqqət edirək. Təbii qazın yanması. Yanma bəli, eksotermik prosesdə istilik ayrılır, amma kimyəvi hadisədir. Ona görə düzgün cavab variantı ola bilməz. Deməli, C variantına diqqət edirək. Bir atomdan elektronun qoparılması. Əgər elektron qoparılırsa, bu zaman deməli ayrılma baş verir, parçalanma baş verir. Bu da eksotermik proses ola bilməz, endotermikdir. Suyun donması, su donan zaman molekulları, yəni su maye haldan, molekullar müəyyən qədər aralı yerləşir. Donma zamanı isə suyun molekulları bir-birinə həddindən artıq sıx yerləşir. Yəni birləşmə baş verir burada. Birləşmə baş verirsə, deməli, bu eksotermik reaksiyadır. Eksotermik. Həm eksotermikdir, həm də ki, fiziki hadisədir. B variantına diqqət edirək. Sublimasiya. Sublimasiya bərk haldan, yəni molekulların sıx yerləşdiyi haldan birbaşa maye hala keçmədən qaz halına keçmədir. Molekullar həddindən artıq parçalanması baş verir. Bu, deməli, parçalanma reaksiyası olduğuna görə eksotermik ola bilməz. Endotermik prosesdir. Düzgün cavab variantı D variantı. İkinci sualın izahına diqqət edirək. Aşağıda verilənlərdən deməli, fosil yanacaqlardan hansı ətraf mühitə daha az zərər verir? Benzindir, dizeldir, daş kömürdür. Deməli, bunlara nisbətən D variantı sıxılmış təbii qaz ətraf mühitə daha az zərər verir. Yanacaqlar dərsində də var, bioyanacaqlar dərsində. Ətrafa daha az zərər verməyinə baxmayaraq daha çox deməli enerji mənbəyi rolunu oynayır. Ona görə də düzgün cavab variantı D variantıdır. Üçüncü suala baxaq. Təzyiq artdıqda hansı maddələrin suda həll olması artır? Təzyiqin artması ilə suda həll olması artan maddələr qaz halında olan maddələrdir. Ona görə də biz qaz halında maddələr seçməliyik. B variantına diqqət edirək. Natrium xlor xörək duzudur, bərkdir. Düzgün cavab variantı ola bilməz. Dördüncü müddəaya baxaq. Kalsium xlor, dördüncü birləşmə. Tərkibində metal olan birləşmələr demək olar ki, hamısı bərk haldadır. 4 düzgün cavab variantı ola bilməz. Düzgün cavab variantı 1 və 3-dür. Oksigen qaz halındadır. 3-də karbon O2, karbon qazı qaz halındadır. Düzgün cavab variantı B variantı 1, 3. Keçək növbəti 4-cü sualın izahına. Aşağıda verilənlərdən hansılar kimyəvi hadisə deyil? Deməli, çürümə kimyəvi hadisədir. B düzdür. Artıq burada tərkib dəyişilir. Alma çürüyən zaman tərkibi dəyişir. C variantı südün mayalanması, bəli, qıcqırma hadisəsi burada baş verir. A variantı yarpağın saralması, yəni necə deyim, tərkibin burada dəyişməsi baş verir. Kimyəvi hadisədir. Amma D ərimə prosesi, mumun əriməsi, yenidən onun əvvəlki vəziyyətinə qaytara bilərik. Bu kimyəvi hadisə deyil. Düzgün cavab variantı D variantı. Keçək növbəti 5-ci suala. Təcrübə zamanı müşahidə edilənlərdən hansı kimyəvi hadisənin əlamətinə aid deyil? İstilik və rəngin dəyişməsi, bəli, kimyəvi reaksiyanın əlamətlərindəndir, kimyəvi hadisənin. B variantı qonur rəngli qazın əmələ gəlməsi, yəni rəngin dəyişməsi, bu da kimyəvi reaksiyanın hadisənin əlamətidir. C variantı alov və tüstünün müşahidə edilməsi, bu da kimyəvi reaksiyanın əlamətindəndir. Fərqli nəsə müşahidə olunur. D variantı temperaturun təsirinə şamın əriməsi. Ərimə varsa, kimyəvi hadisənin əlaməti ola bilməz. Düzgün cavab variantı D variantı. 6-cı suala baxaq. 6-cı sualda bizə X bərk maddəsinin həll olma qrafiki verilmişdir. Şərtdə bildirilir ki, 30 dərəcə temperaturda 25 qram suda maddə həll olmuşdur. Deməli, qrafikə diqqət yetirin. 100 qram suda həll olan maddə 30 dərəcədə, yuxarıda yazılıb ki, qram bölünsün 100, yəni 100 qram suda həll olan maddə 30 dərəcə ilə hansı nə kəsişib? 30 dərəcə ilə deməli 56. 30 dərəcədə 100 qram suda, yəni 100 qram, təzədən yazım, 100 qram suda 56 qram maddə həll olub 30 dərəcədə. Bizə şərtdə bildirilir ki, 30 dərəcə 25 qram suda. 25 qram suda X. X bərabərdir 25 vurulsun 56 bölünsün 100. Deməli, 25 qram suda
14 qram maddəmiz həll olunacaq. Bir dəfə 4 dəfə 56 bölü 4 14 qram. 25 qram məhlulun kütləsi necə tapılır? 25 qram suyumuz var. 14 qram da həll olan maddəmiz, yəni duzumuz. 14 üzərinə gəlsin 25. Məhlul həll olanla həlledicinin, yəni duzla suyun cəmidir. Həll olan maddə ilə həlledicinin. 25 üzərinə gəlsin 14 bərabərdir 39. Düzgün cavab variantı B variantı. 7-ci suala baxaq. 7-ci sualda bizə bildirilir ki, ümumiyyətlə maddənin həll olmasının temperaturdan asılılığı verilmişdir. Şərtdə də görürük ki, 100 qram suda söhbət gedir də. 250 qram 60 dərəcədə 250 qram suda doymuş məhlul hazırlanıb və temperaturu 20 dərəcəyə saldıqda neçə qram duz çökər? Görürük ki, 100 qram suda 20 dərəcədə, 60 dərəcədə 100 qram suda nə qədər maddə həll olunur? 30 qram maddə həll olur, düzdür? Bəs temperatur 250, daha doğrusu suyun miqdarı 250 qram olsa neçə qram maddə həll olar? X qram. X bərabərdir 250 vurulsun 30 bölünsün 100. Yəni 75 qram maddə həll olar. Deməli birinci, yəni bizim 250 qram suyumuz olanda 60 dərəcədə 75 qram həll olan maddəmiz var. Bunu müəyyən elədik. İndi suyun miqdarı dəyişmir və temperaturu 20 dərəcəyə salırıq. Biz də görürük ki, 20 dərəcədə 100 qram suda nə qədər maddə həll olur? 16 qram maddə həll olur. 250 qram suda nə qədər maddə həll olunur? X. X bərabərdir 250 vurulsun 16 bölünsün 100. Deməli 25-ə xəsar gedir 10 dəfə, 25-ə 4 dəfə bərabərdir 40. Deməli 40 qram maddəmiz həll olur. Qrafikdən də gördük ki, deməli 60 dərəcə temperaturda, 60 dərəcədə bizim həll olan duzumuzun kütləsi oldu 75 qram. 20 dərəcədə isə 250 qram suda da, 20 dərəcədə isə həll olan maddəmiz oldu 40 qram. İndi bu temperaturu 60-dan 20-yə saldıqda bunun fərqi qədər çökmə baş verir də. 75 minus 40, 35 qram duz nə olur? Çökür. Düzgün cavab variantı A variantı. 8-ci suala baxaq. 8-ci sualın şərtində bizə bildirilir ki, 20 dərəcədə 100 qram suda, deməli 40 qram X xörək duzu maddəsi həll olur. Bəs bizə şərtdə verilib ki, həmin dərəcədə 136 qram xörək duzunu həll etmək üçün bizə nə qədər su lazımdır? X qram. X bərabərdir 136 vurulsun 100 bölünsün 40. 136 ilə 4-ü xəsar etsək 34. 34 vurulsun 10, 340 qram. Düzgün cavab variantı A variantı. 9-cu suala baxaq. 9-cu sualda bildirilir ki, aşağıda verilmiş fəaliyyət zamanı davamlı olaraq istilik tətbiq etməlidir. Yəni istiliyi udan proses olmalıdır. A variantına diqqət yetirsək, yanma reaksiyası istiliyin ayrılması ilə baş verir, eksotermikdir. B variantına diqqət yetirək, yanma istiliyin ayrılması ilə baş verir, eksotermikdir. C variantı spirtin yanması eksotermikdir. D variantı əhəng daşının parçalanması, kalsium karbonat parçalanır, karbon qazı və kalsium oksid əmələ gəlir. Bizə dedik ki, parçalanma reaksiyalarının əksəriyyəti demək olar ki, endotermikdir. Minus Q. Bu proses istiliyi tətbiq edilməlidir. Yəni o proses istiliyi udmalıdır ki, baş versin. Ona görə də düzgün cavab variantı D variantı. 10-cu suala baxaq. 10-cu sualda verilənlərə əsasən aqreqat hallarını müəyyən edin. X və Y qarışığı süzmə üsulu ilə X və Z qarışığı ayrıcı qıflə ayrılır. İlk öncə diqqət yetirək. X, Y, X, Z hər ikisində olan maddə nədir? Hər ikisində olan maddə deməli X-dir. X hər ikisində var. Deməli süzmə üsulu ilə biz maye, bərk maddələri, maye, bərk, ayrıcı qıfla isə maye maddəsini. Deməli hər ikisində olan burada X idi. Burada nədir? Maye. Deməli, X mütləq ki, mayedir. Y bərkdir. Çünki bərk maye qarışığını ayırmaq üçün. Z də mayedir. Z maye, Y bərk, X də maye. Düzgün cavab variantı onda